Hər kəsi yenidən salamlayıram. Bildiyiniz kimi yeni real biznes oyundayam. Bu videoda ətraflı məlumat paylaşacağım sizə yenidən. Əvvəlki videomda bir də ətraflı məlumat paylaşmışam. Bunu ona görə paylaşmışam ki, yeni gələn aksiyalar var və yeni bəzi güncəllənmələr var. Ona görə ətraflı məlumat verəcəm yenə. Üstündən bir də keçəcəyik. Hamısını başa salacağım sizə. Yəni bu oyunda necə daha çox qazana bilərsiniz, nə edə bilərsiniz, onları deyəcəm sizə. Birinci marketə girirəm. Marketdə yeni gələn binalardan danışacağım sizə. Deməli 10 dollara alsaz sizə 5 dollar verir. Yəni ki 20 dollar xərcləsəz, 2 dənəsini alsaz 3-cü hədiyyədir sizə. Bu da 2 ay sizə 10 dollar xeyrindən çıxırsınız 2 aya. Mən bundan aldım 50 dollara. 100 dollar verdim, 2 dənə bundan aldım. 100 dollar verib 2 dənə bundan aldım. Deməli mən aylıq gələcək buradan 90 dollar. Demək olar bir aya mən pulu çıxardıram. 2-ci aydan mənim ancaq gəlirim olacaq burada 100 dollar. Və həmçinin 250 dollarlıq var. Və bildiyiniz kimi mağaza olan binalara, ağac, maşınlara 20% indirim var. Plus bunlarda da 1+1 kampaniyası var. Çox uzatmadan keçirəm ikinci deməli belə. Keçək sizə deyim depozitdən başlayım təzədən. Çox adam deyir ki, depozitim gəlmir. Yəni bu haqda zəhmət olmasa bir də yəni ki, mən narahat eləmin. Nəyə görə? Çünki mən dəfələrlə başa salıram sizə. Bura məbləği yazırsınız qardaş. Deyir ki 10 dollar, 100 dollar. Keçirsiniz emola. Qış. Aha deyəm. Basdıq bura 10 dollar. Keçdik doldura. Bu nömrəni kopyalayırsınız. Emondan bura pulu atıb çeki yüklüysünüz bura. Sonra bu qədər saatdə pul gec gəlməyi ola bilər. Elə olur ki 1 saat, elə olur 2 saat, elə olur 10 saatda da gəlir. Yəni narahat olmayın. Pul balansa kötür. Ondan narahat olmayın. Sonra həmçində çıxarış. Çıxarışı deməli indi məndə bağlıdır. Niyə? Çünki balansında 3.87 var da. 5 dollar olandan sonra yəni deyə bura 5 yazdım. Burada nömrənizi yazırsınız. Çıxarmağa bastınız. Nömrəni də 994 ilə yazmırsınız. Deyək ki 050-dir. 050 ilə yazırsınız. Belə. Bu qədər sadə. 050 falan. Nə edirsə onu yazırsınız. Keçirik indi ticarətə. Oyuna bildiyiniz kimi paylaşmışdılar ki, olsa mayda onlayn şəkildə yaradacaqlar bu oyunu. Yəni ki, hamı bir-birindən siz məndən, mən sizdən binalar ala bilərik. Bu oyundakı böyük ihtimal bu maya qədər gələr. Mayda demişlər, amma məncə 2 həftə, aprelin 15-nə qədər bu güncəllənmə açılar. Mən belə fikirləşirəm. Bunun məqsədi nədir? Yəni ki, belə deyim sizə. İndi binalar almışıq, deyək ki, mən yəni 50 dollarlıq bina almışam. Ola bilsin mağaza bağlandı, orada daha bina gəlmədi. Söhbət də bu olacaq ki, orada mağaza bağlansa, bina gəlməsə, mən 50 dollar almışam. Aylıq mənə 30 dollar qazandırır, düzdür? Amma buradan girib alsaq, yəni ki, marketdən girib alsaq 50 dollarlıq binanı, orada sizə gəlir 19 dollar. Amma mən aksiyada gələn 50 dollarlıq aldığıma görə mən 30 dollar verir. Yəni mən onu baxa sata bilərəm. Necə? Yəni 70 dollara, 80 dollara böyük ehtimal sata bilərəm mən onu. Bu mənim şəxsi fikirlərimdir. Yəni belə. Və yaxud da ucuz sata bilərəm. Və yaxud da elə adam ola bilər ki, oyundan artıq gedir. 200 dollar aldığını 100 dollara satır, ya 250 dollar aldığını 100 dollara satır. Oyunu yəni başını buraxır da, yəni. Artıq oynamaq istəmir, özünü riskə atmır. Bildiyiniz qədər onu da burada vurğulayım ki, mən bu oyunu heç kimə tövsiyə eləmirəm. Necə tövsiyə eləmirəm? Yəni ki, bu paylaşmaqda məqsədim odur ki, yəni oynayırsınızsa da, yəni biraz ağılla, məntiqlə oynayaq, yəni onu başa salmaq istəyirəm sizə. Aksiyalarda gələnləri alın və neyinin, onları deyirəm sizə. Yəni bu riskdir, mən özüm də risk eləmişəm, yəni tövsiyə eləmirəm. Yəni sabah bilsin, biri yazmasın ki, orada oyun bağlandı, sən tövsiyə edin, mən tövsiyə eləmirəm. Dolayısıyla yəni mən risk eləmişəm, yəni əgər yatıracaqsınızsa, göstərirəm ki, məntiqlə yatırasınız bu pulu. Bu belə. Bunu da başa saldığımıza görə keçdik deməli. Buradan aslında keçirik. Gündəlik bonuslar deyim sizə, yəni də. Bildiyiniz kimi buradan gündəlik bonus götürürük. Həftəlik hardasa 30 sentə yaxın verir. Hər gün günün götürün. Keçdik o birisine. Referallara deyim sizə. Referallarda sizin linkinizdən kim keçsə, oraya yatırım eləsə sizə pul gəlir. Linkimiz də burada olur. Kopyalayıb paylaşa bilərsiniz. Məndə hal-hazırda 52 nəfərdir. O günləri dünən idi, yoxsa sıra gün. Yəni biri yatırım eləyib, mənə 2.96 sent gəlib belki. 3 dollara yaxın pul gəlir. Bildiyiniz kimi mən çəkiliş də eləyirəm. Bundan əvvəlki videoda paylaşmışam. 20 dollarlıq çəkiliş eləyirəm. Mənim linkimlə qeydiyyatdan kim keçsə, ora minimum 5 dollar yatırsa, çəkiliş bitəndə onların 20 dollar qazanmaq şansı var. Həmin kimlər ki yatırsa.
Yəni belə. Çəkilişdən də necə linkimə daxil ola bilərsiniz. Bu videonun altına linki qoyacağam. Oradan qeydiyyatından keçib eləyə bilərsiniz. Yatırım eləyə bilərsiniz. Eləyənlərin də hamısı adı burada məndə görsənəcək. Yəni 20 dollar qazanmaq istəyən varsa o çəkilişə qoşulsun. Çəkiliş haqqında ətraflı bir dənə videoda inşallah bu videodan sonra sabahda nə vaxt olsa paylaşacağam. Axtarıb bölməsini hamı bilir. Hamı burada bir-birinin yerini axtarır. Deyək Zevs. Gördüyünüz kimi çıxdı YouTuber. Təzə gələn binadan görürsünüz 250 dollarlık 3 dənə bina alıb Zevs. Bir dənə də 50 dollarlıqdan alıb. Zevs'in də yatırdığı budur. Keçdik əməliyyatlara. Əməliyyatlarda bildiyiniz kimi, yəni deyirəm yerdə, nə çıxardı beləmisiniz, nə yükləmişsiniz bura, çıxarış eləmişsiniz, depozit eləmişsiniz, burada göstərir. Bu qədər sadə. Gəldik tənzimləmələrə. Bildiyiniz kimi əməl buradan sizin bilgilərinizdir. Canlı şifrəni dəyişmək istəyirsə buradan dəyişə bilirsiniz. Sonra gəldik buradan tənzimləməyə dedim. Kömək yerini bilirsiniz. Köməkdən bunların özlərini yazırsınız real biznesə. Başqa desə, bu da mənim şəhərimdir gördüyünüz kimi. Bu qədər sadə. Mənim aylıq qazancım hardasa buradan 300 dollara yaxındır artıq. Bu binalardan da aldım. 100 dolları it verdim, ikisini aldım, birini hədiyyə oldu. Yəni bu qədər sadədir. Başqa burada heç nə qalmır. Yəni bu oyun çox da çətin deyil. Bağlanma riski var bilənlərə belə oynamaq asandır bu oyun. Deyək sonra burada. Gördüyünüz kimi oyunu artıq 505.000 adamdan çox adam oynayır. Telegram kanalı 124.000 abunəsi var. 2 milyon 150.000 də deyək çıxarış olunmuş bu oyun tərəfindən. İndi gəldik bu parol məsələsi. Kimlər ki parolunu itirir. Mən buradan bir daha çıxış edeyim. Aha, qeydiyyat var və giriş var. Deyək qeydiyyatdan keçməmişsinizsə, bunu da basacağım sizə. Linkimə bastınız buradan, adınızı yazırsınız, email, şifrəni təsdiqləyirsiniz, qeydiyyatdan keçdiniz. Artıq bu çox sadədir. Əgər hesabınız varsa parol itirmişsiniz deyək. Girişə basırsınız. Giriş adı və yaxud da ki burada şifrə yazırsınız, belə girirsiniz. Əgər parolü unutmuşsunuzsa, burada baxın əvvəl deməksə olmur, amma indi olur. Bax, parolü unutmuşsunuzsa basırsınız. Bura hansı email ilə keçmişsinizsə, onu yazırsınız. Email ilə kod gəlir, oradan girib kodunuzu dəyişirsiniz. Bu qədər sadə yəni. O bəzi mesajlar var, gəlmiş mən parolü unutmuşam, necə eləyim? Onları mən dedim ki, email əsas yadda saxlayın. Bilirdim ki, bu güncəllənmə gələcək. Yəni ki, parolü unutmuşsunuzsa, email yadınızdasa, göndərin buradan email ilə keçin. Və onu da deyim ki sizə, bu indi bəzi adamlar var ki, hesabını satmaq istəyir. Haqlarına girmirəm, ola bilər kimsə doğrudan hesabını satır, yəni aldatmaq fikri yoxdur sizə. Amma sizə yenə də o məlumatı verim ki, biləsiniz. Çünki o sizə hesabı satar, siz ona pul atarsınız, hesaba girərsiniz, dediniz ki, həfisi o, aldım bundan, aldatmadı məni. Amma o söhbət var ki, həmin adam bura, siz o, ola bilər kodunu dəyişmişsiniz, o girə bilmir. Girəcək bura emailini yeni yazacaq, deyək filan emaildir. .com yazdı, paroli bərpat var. Ona basacaq, onun email ilə kod gələcək, oradan girib kodu dəyişib təzdən hesaba girəcək. Bu qədər sadədir yəni. Ona görə hesab satanda ehtiyatlı olun və yaxud da alanda. Çalışın emailini təmiz götürün ki, email də girin, nömrəsiniz adını dəyişin, bilgilərini. Çünki email biraz belə deyim də, çox belə güvənlidir deyə. Həmin adam emaili itirsə və yaxud kiməsə versə belə, nömrəsi orada qalıbsa, nömrə ilə onu yenə bərpa eləyə bilər. Ona görə məsləhət görürəm, biraz daha ehtiyatlı olasınız. Yenə də hər kəsin öz fikridir, ehtiyatlı olun. Bu qədər sadə. Başqa da burada bir şey yoxdur. Çox uzatmaq istəmirəm. Videoca uzun olur. Bildiyiniz qədər onu da deyim sizə. Mənim burada Telegram kanalım var. Burada bütün yeni gələn məlumatlar paylaşıram. Aktiv qrupdur. Yəni ki, 88-89 nəfər var. Düzdür, bunun 300 nəfəri burada. Real biznes oynayanlarda. Çünki məndə 600 abunə olanda 600 abunə kimi başqa kanal olur. Mən dəyişib eləmişəm real biznes kanalı. Burada qeydiyyat linki də var. Qeydiyyat linkindən keçsəz 5 dollar hədiyyə olunur və dedim də yatırım eləsəz 20 dollar qazana bilərsiniz. Minimum 5 dollar yatıra bilərsiniz. Və onu da deyim ki, yadıma çıxmamı. Çıxarış etmək üçün minimum balansa ən azı depozit yükləməsiz 5 dollar. Ondan sonra heç nə yatırmasanız belə il boyunca pul yığırsınlar, yığa bilərsiniz. Yəni çəkə bilərsiniz o pulu. Və bizim chat kanalımız var. Burada da hamı bir-birinə dəstək olur. Suallar verir, nədənsə bilməyəndə suallar falan verir. Adminlərimiz var, yəni hər şeydən maraqlana bilərsiniz. Burada da hamı bir-birinə söhbət edir.
real biznes haqqında, yəni adi çat deyil, real biznes oyun haqqında söhbətlər gedir burada. 120 nəfər var, bunların 120-si də burada aktivdir. Çox aktiv olur. Gün ərzində demək olar burada 10 min dənə, 15 min dənə mesaj olur. Dayanmadan, yəni aktiv olanlar çoxdur burada. Yəni bu qədər, başqa da bir şey yoxdur. Real biznesi ilə başa saldım sizə. Sağ olun, salamat olun. Əlavə sualınız olsa mənə Telegram linkini aşağı qoyacağam. Oradan Telegram kanalına abunə olub mənim öz direktimə keçib mənə yaza bilərsiniz. Sağ olun.